Salamlayıram hər birinizi. Bugün biz ingilis dilində yeni ifadə öyrənəcəyik. Biz spill the tea. So, spill the tea hərfi mənada çayı dağıtmaq deməkdir, çayı tökmək. Çünki spill sözü dağıtmaq, tökmək mənası əlin dəyir. Məsələn, suyu, çayı, kofeni dağıdırsan, o deməkdir. Ancaq spill the tea deyəndə biz bunu ifadə olaraq tərcümə edirik və nəyisə qeybətini eləmək, nəsə haqqında danışmaq, ya da nəyisə xəbərini vermək bu kimi tərcümə eləyə bilərik. Tam olaraq ekvivalent ifadəni tapa bilmirəm. Yəni məna olaraq bunu deyə bilərik. Məsələn, deyirəm ki, last night she came and spilled the tea about her new boyfriend. Keçən gecə o gəldi və yeni sevgilisi haqqında danışdı. Ya da deyə bilərəm ki, məsələn, come on, spill the tea, what happened at the party? Hadi görək, danış görək partidə, yəni şənlikdə nə oldu, nə baş verdi. Ya da belə bir şey var, məsəl üçün, we were drinking coffee and spilling the tea for hours. Yəni saatlarca kofe içdik və qeybət elədik bu mənasında. Ya da məsəl üçün, I have some tea to spill, you won't believe it, ya da you're not gonna believe it. Yəni sənə bir xəbər verməliyəm, inanmayacaqsan buna bu şəkildə. Bu kimi hər hansı bir ifadə bilirsinizsə, zəhmət olmasa rəy bölünməsinə yazın və ya uyğun, belə deyək, bilmək istədiyiniz ifadələri, suallarını verə bilərsiniz. Təşəkkür edirəm.